də bütlərə təzim etmək və onları xatirə kimi qoymaq. Bu da büt dedikdə təməsil həm heykəllər qəsd olunur, həm də ki bütləşdirilmiş hər bir şəkillər qəsd olunur. Yəni bunları xatirə kimi divardan asmaq, xatırlayırsan və bunlara təzim edirsən. Deyir təməsil timsəlin cəmidirdir. O deyir cisim olan bir şəkildir. İnsanın mı şəkilidir, heyvanın mı şəkilidir, bunlardan başqa olan, ruhu olan bir şeyin şəkilidir. Yəni. Bunu qoymaq, ən-nasb fil asl deyir, nasb nədir? Yəni əl-ələm, onu qaldırmaq, qoymaq. O vaxt müşriklər daşları elənçi qoyardılar. Onları üçün qurbanlar kəsirdilər, onları yad edirdilər və o surətləri təzim edirdilər. Surət dedikdə burada şəkilləri, bütləri qoyardılar. Olubsan həmin bütü salih insan olubdur. Onun heykəlini düzəldiklər, onu dişinə qoyublar onu və başlayıblar ona qurbanlar kesməyə, təzim ediklər onu. Nəbi sallallahu aleyhi və səlləm ruhu olan şeyləri şəklini çəkməkdən çəkindirmişdir. Xüsusən də muazzam olan, hörmətli olan insanların, yəni insanlar içində hörmətlidir, yüksək tutulur. Bu kəslər, məsələn, alimlərdir, məliklərdir, obbədlərdir, obbədlər yəni çox ibadət edənlərdir, və yaxud da ki, ordu başçılarıdır, rəislərdir, buna oxşar. Yəni, bunların şəklini çəkmək hər hansı bir yolla olsun, istər lövhə üzərində çək, istər vərəq üzərində çək, istər divara çək, istər paltara, fərq eləmir yəni. Bunların çəkilməsi qadağadır. Hətta fotoaparatla, kamerayla çəkmək belə indiki zamanda onu çəkib o formada tənzim eləmək nədir? Qadağadır. Görürsən ki, həmin bütlərin formasında şəkillər düzəldirlər, binalar düzəldirlər. Bu əməlləri eləməkdən Peyğəmbər sallallahu əleyhi və səlləm çəkindirmişdir. Həmçinin sallallahu əleyhi və səlləm şəkilləri divardan asmaqdan çəkindirmişdir. Bizdə cahillərdə adətdir, birinin bir əzizi dünyasını dəyişəndə görürsən ki, atasıdır, nənəsidir, anasıdır, şəklini divardan asır. Evdə hər səfər başının üstünə qoyur. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bunları da qadağan eləmişdir. Hətta xatırlamaq üçün belə olmaz. Unutmayım, görüm, xatırlayayım, belə olmaz yəni. Çünki bu şirkə aparan bir vəslədir. Yer üzündə şirkin, ən birinci şirkin baş verməsi bu səbəblə olubdur. Bu şəkillərin çəkilməsi və bunların dikinə qoyulması. Yəni təzim olunması yəni. Məsələn, ən birinci Nuh aleyhissalamın qövmündə salih kişilər var idi ki, o vaxt ki onlar dünyasını dəyişdilər, qövm onlar üçün kədərləndi. Onlara görə kədərləndi. Yəni salih insanlar dünyalarını dəyişdilər, qövm qəm-qüssəsinə düşdü. Və şeytan onlara vəsf elədi ki, onlar öz məclislərində həmin kəslərin surətlərini qoysunlar, heykəllərini qoysunlar, şəkillərini çəksinlər, öz məclislərinə qoysunlar. Və onların həmin o bütləri düzəldəndə həmin salih kəslərin adlarını qoyurlar. Bunlar bunu edirlər, amma həmin vaxtda ibadət olunmur. Nə var ki, məclisimizdə şəkil var, büt var, nə var, məsələn, heykəl var, gətirib qoymuşuq, ibadət olunmur. Həmin vaxtda onlar bilirlər ki, yəni bu olmaz ibadət eləmək. Sadəcə bu əməli belənçi edirlər. Yəni şeytanın hiləsi çox böyükdür. Görürsən, bir nəsil bu əməli edir, amma ibadət eləmir. Sonra deyir, həmin qövm həlak olur. Yəni dünyalarını dəyişirlər, elm unudulur və həmin o heykəllər, şəkillər Allahdan qeyri olaraq ibadət olunurlar. Allah Subhanahu taala Nuh aleyhissalamı həmin şirkdən, o şəkillər səbəbilə baş verən şirkdən çəkindirməyə göndərir ki, ondan çəkindirsin. Hansı ki, həmin qövm onları büt olaraq qoymuşdular. İbadət edən qövm, Nuh aleyhissalamın dövründə həmin o bütlərə ibadət edən qövm Nuhun dəvətini qəbul eləmədilər. Nuh aleyhissalam gəldi onlara, dəvət edəndə onun dəvətini qəbul eləmədilər
o şəkillərə qoyulan, dişinə qoyulan o şəkillərə, o bütlərə ibadət eləməkdə ısrarlı oldular. Və onları bütləşdirdilər, əvtən elədilər. Əvtən nədir? Əsnamla əvtənin fərqi nədir? Əsnam daşdan, ağaçdan olur. Əvtən fərq eləmir. Allahdan qeyri ibadət olunan hər bir şey. Bəşər də ola bilər, heyvan da ola bilər, fərq eləmir. Yəni o bütləşir. Onlar nə dedilər? Nuh Aleyhisselamın qövmü dedilər ki, Nuh Aleyhisselam onlara qadağ edəndə bu əməli وَقَالُوا لَا تَذَرُنَّ آلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًا. Nuh surəsi 23-cü ayədə gəlir ki, onlar dedilər ki, ilahlarınızı tərk eləməyin. İlahlaşdırıblar. İlahlarınızı tərk eləməyin. Vaddı, Suanı, Yağusu və Yauqu və Nəsrı tərk eləməyin. 5 dənə salih olub bütləşdiriblər bunları. Bu kişilərin adları idi. Hansı ki, onlar üçün bu şəkillər çəkilmişdi. Onlara oxşar formada, yəni həmin o heykəllər düzəldilmişdir. Ki, onları xatırlamaq üçün bunu etmişdilər və onlara təzim olaraq bunu etmişdilər. Bax ki, sonu hara apardı çıxartdı? Sonu, xatırlatmanın sonu Allaha şirkə apardı çıxartdı. Rəsullara inəkkarlığa aparıb çıxartdı. İnsanlar rəsullara inəkkarlıq elədilər. Və Allah Subhanahu taala da onları tufanla həlak elədi. Allah yanında Allahın qəzəbi tutdu onlara və Allahın yaratdıkları yanında da belə qəzəbə düşmüş oldular. Yəni bu da həmin şəklin çəkilməsinin, bütün qoyulmasının nəyinə dalət edir? Təhlükəsinə dalət edir. Yəni ki, insan şəkil çəkir, divardan asır, heykəl düzəldir. Bu şeylər nədir? Qada olunan şeylərdir. Çünki bu səbəb olur insana şirkə aparıb çıxartmağa. Bunun üçün də Nəbi sallallahu aleyhi ve sellem şəkil çəkin kəslərə lənət oxumuşdu və xəbər vermişdi ki, qiyamət günü ən şiddətli əzabı, insanların ən şiddətli əzab olunanları olacaqdır. Şəkil çəkənlər. Və əmr eləmişdi ki, həmin şəkilləri pozmaq, silmək. Və xəbər vermişdi ki, mələklər şəkil olan evə girmirlər. Mələklər dedikdə burada rəhmət mələkləri daxil olmur. Yəni insanın sağında, solunda mələklər var, onlar daxil olur. İnsanın əməllərini yazan mələklər daxil olur. Amma rəhmət mələkləri daxil olmur. Evdə şəkil vardısa da. Yəni bunlar, bu nəyə görədir hamısı? Yəni burada olan bu fəsada görədir. Bunun ümmətə olan, ümmətin əqidəsinə olan təhlükəsinə görə, təhlükələrinə görədir. Ən birinci şirk yer üzündə belə bu səbəbdən baş vermişdi, şəkilləri dikinə qoymaq. Dikinə dedikdə, demək ki, mən dikinə qoymuram, yatışdıracam, böyrüsə qoyacam. Umumən, yəni, olmaz. Əslində, hörmət olanda insan onu dikinə qoyur, ona görə o formada deyilir, yəni. İstər bunlar dikinə qoyulsun, bu şəkillər, istər bütlər olsun, şəkillər olsun, istər məclislərdə, meydanlarda, bağlarda, bunlar şəriətlə hamısı haramdır, çünki şirkə aparan vəsilədir, əqidəni pozur. Bu günləri kafirlər bu əməl edirlər. Götürürlər birinin bütünü, heykəlini, şəklini bu formada təzim edərək hər yerdə paylaşırlar. Düzdürmü? Niyə? Çünki onların əqidəsi yoxdur. Onların əqidəsi yoxdur ki, o əqidəni qorusunlar onlar. Ona görə də bu əməli edirlər. Yəni, müsəlmanlara isə bu caiz deyil. Çünki bunu etsələr, onda onlara oxşamış olurlar. Və bu əməldə onlara şərik olmuş olurlar. Müsəlmanın üzərinə düşən odur ki, əqidəsini qorusun, o onun, insanın güc və xoşbəxtçilik məsləridir. Yəni, sənin əqidən, sənin gücün və xoşbəxtçilik məslərindir. Allah-u Teala istəyirəm ki, bizlərə iştifadə